Salam balalar, gəlin Güneş sistemimizdəki planetlərlə tanış olaq. Salam, mənim adım Merkuri. Mən Güneşə ən yaxın planetəm. Həm də ən balacalarından biri. Mən isti planetəm və yavaş-yavaş fırlanıram. Hava məndə çox dəyişkəndir. Gündüz müsbət 400, gecə isə 180 dərəcə ola bilir. Mənim peykim yoxdur. Hər tərəfim daş qayadır. Mənim adım Veneradır. İkinciyəm. Buludlarla əhatələnmişəm. Yer kürəsinə bənzəsəm də, yerin əksinə fırlanıram. Ən parlaq və isti planetəm. İstiliyi müsbət 467 Selsi dərəcədir. Merkuridən istiyəm, səbəbi isə karbon qazıdır. Mənim də peykim yoxdur. Mənim adım isə Yerdir. Sizin planetəm. Yalnız məndə həyat var. Mənim dəyərimi bilin. Mənim peykim isə Aydır. Mənim adım isə Marsdır. Mən dördüncüyəm. Rəngim qırmızıdır. Həm də fırtınalıyam. Çox soyuq bir planetəm. Temperatur -60 Selsi və -5 Selsi arası dəyişir. İki peykim var. Phobos və Deimos. Ən yüksək dağım Olimpdir. Mən isə Yupiterəm. Ən böyük qəhrəyi planetəm. Mən yavaşlıyam, mən fırtınalı. Mən tez fırlanıram. Məndə bir gün cəmi 10 saatdır. Mən həm qaz planetiyəm. Mənim 66 peykim var. Mənə ən yaxın peykimin adı Metis'dir. Hansı planetdə? Mən 6-cıyam. Buzdan, qayadan olsa da nüvəm, üzdə qatı sərtim yoxdur. Ayaqda durmaq mümkün deyil. Sərt küləkliyəm. Məndə tufanlar və hava axınları çoxdur deyə rəngim qarışıqdır. Sarı, şabalıdır və bozdur. Ətrafımda isə 7 fırlanan halqa var. Bu halqalar tozdan və buzdan yaranır. İkinci ən böyük planet olsam da, qaz təbəqəsi çoxdur deyə ağır deyiləm. Ən çox peyk məndədir. Düz 82 peykim var. Ən böyük peykimin adı Titandır. Mənim adım Urandır. 7-ciyəm. Mən yana fırlanıram deyə hamıdan fərqlənirəm. Mən də qazdan ibarətəm. 27 peykim var. Mən buz məhəngiyəm. Məndə temperatur -200 Selsiyə qədər düşür. Güneş sistemində ən soyuq planet mənəm. Mənim 2 komplekt halqam var. Daxili halqalarım isə 9 dənədir. Mən boz rəngdəyəm. Neptun. Mən isə Neptunam. Güneşə ən uzaq mənəm. Amma onlar qədər soyuq deyiləm. Çünki mərkəzim istidir. 14 peykim var. Mənim 3 əsas halqam var. Amma Saturndakı kimi nəzərə çarpan deyirlər.